13 ay ərzində 2021-ci ilin 26 aprelindən 2022-ci ilin 27 mayına kimi ümumilikdə 13 milyon 54 min 310 manat 23 qəpik dəyərində 33 tender müsabiqəsinin qalibi olan MSDES Holding MMC-nin dövlət büdcəsinə 18 milyon 129 min 820 manat 72 qəpik vergi borcu var. Yenavaz.com xəbər verir ki, MSDES Holding MMC 10 iyun 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu Xətai prospekti ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oqtayoğludur. Onu da bildirək ki, Nağıyev Mirfəyyaz Oqtayoğlu 24 sentyabr 2018-ci ildə qeydiyyata alınan MS Group Holding MMC, MS Group Consulting MMC və Enerji Quraşdırma MMC-nin də qanuni təmsilçisi olub. Qeyd edək ki, dövlət büdcəsinə 18 milyon manat vergi borcu olan MSDES Holding MMC bu dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub.